Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Salam, hər vaxtınız xeyir olsun, dəyərli 102 xəbər info və Inforum Xəbər TV izləyiciləri. Bugün Nur şəhəri Mingəçevrimiz daha bir igidini, daha bir şəhidini öz qoynuna alır. Erməni mənfurlarının Azərbaycan torpaqlarına təcavüzü zamanı yüzlərlə, minlərlə gənclərimiz, igid övladlarımız silaha sarılaraq Azərbaycan torpaqlarını qorumağa çalışdı. Və bu gənclərimizdən biri də 19 yaşlı, hələ bığ yeri yenicə tərləmiş dağ vüqarlı Kəlbəcərimizin dağ vüqarlı igidi Şahin Heydaroğlu Kərmov idi. Hələ gənc olmasına baxmayaraq döyüşə atılan Şahin bir dəfə erməni gülləsinə tuş gəlsə də, yaralansa da, yaraları sağaldıqdan sonra yenidən döyüş yoldaşlarının yanına cəbhəyə qayıdır. Amma çox təəssüf ki, 93-cü ilin 8-i aprel ayında bir daha yaralanır və o gündən Şahini görən olmur. 33 il ata, ana, doğmalar Şahinin yolunu gözlədilər. Hər hənirtidən, hər qapı döyülüşündən, hər bir səsdən ürəkləri quş kimi döyünən doğmalar. 33 il. Həsrət bugün sona yetdi. Bugün Şahin öz evinə və həmçinin Müqəddəs Şəhidlər Xiyabanındakı əbədi evinə qayıtdı. Bu həm sevincli, həm kədərli bir gündür.